Bugünkü dərsdə biz baxış rejimlərini nəzərdən keçirəcəyik. Bu mətni formatını bir balaca dəyişəcəyik və bərabərlik əmri ilə tanış olacağıq. Gəl birinci baxış rejimlərini nəzərdən keçirdək. Onlar vid, yəni view tabında yerləşir. Bu rejimlərdir. Həmin rejimlər, yəni həmin əmrlər ekranın sağ tərəfində aşağısında da yerləşir. Bunlardır. Birinci əmr обычный, yəni standart bir baxış rejimidir. Excel proqramını açanda həmişə bu əmr işə salınır. Əgər bu biri rejimi keçmək istəyirsə, straniçni rejim, yəni səhifə rejimi, ya buradan basa bilərsiniz və bura fikir verirsiniz. Buradan basıram, görürsünüz dəyişdi, ya da buradan basa bilərsiniz. Bu rejim nə üçün lazımdır? Əgər sənədi çapa göndərirsinizsə, bu rejim sizə kömək eləyəcək. Nə mənada? Keçək adi rejimə, indi buradan keçək. Adi rejimdə fikir verirsiniz. Bu xəttlərə, şaquli xəttlərə görürsünüz, xanalar arası və bu xəttə fikir verir, görürsünüz, bu qırıq-qırıq xəttlərdir. Bu o deməkdir ki, bu isə birinci vərəqə çapa gedəcək. Əgər məlumat burada yerləşibsə, gəl nəsə yazaq elə belə. Bu məlumat ikinci vərəqdə gedəcək. Bunu bu rejimdən bilmək olur. Görürsünüz, bu isə gedir birinci vərəqə, bu isə gedir ikinci vərəqə. Əgər bu hissəni də birinci vərəqə salmaq istəyirsə, onda belə işarəni görən kimi bunu dartırsınız sağa və bu qırıq xəttləri bu tərəfə çəkirsiniz. Və bu hissə də onda birinci vərəqdə olacaq. Yəni A4 formatlı vərəqində imkanları qədər bu qırıq xəttləri sağa yaxud sola çəkmək olar. Üçüncü rejim bu rejimdir. Razmetka straniцы. Belə bir rejimdir. Burada görürsünüz, kalan titulla yeri var. Burada kalan titul əlavə edə bilərsiniz. Xəttkeş görsənlər əgər lazımdırsa, istəmirsinizsə buradan xəttkeşi yığışdıra bilərsiniz. Xəttkeş yox oldu. Mən sözüncü bu rejimdən istifadə edəmirəm. Əsas budur. Bu rejimdən istifadə edəm. Çapa verəndə bu rejimə baxıram, görüm çap hissəsi necə işləyir. Yəni çapa nə tərk edəcək məlumat. Gəl bunu yox eləyək. Sonra bu üç əmrə baxaq. Straka formul, yəni disturrar sətri. Bu sətirdir. Quşu yığışdırırsınız, sətir görsənmir. Quşu qoyursunuz, sətir görsənir. Sonra başlıqlar, sütunların başlıqları, sətirlərin başlıqları. İstəmirsinizsə yığışdırırsınız. Və setka. Setkanı yığışdırmaq istəyirsinizsə, quşu yığışdırırsınız və belə setka görsənmir. Mən məsləhət görürəm, hər üç rejimi saxlayasınız. Sonra miqyası artırmaq olar. Aşağıdan da artırmaq olar, buradan müsbət və mənfi işarələrlə 10% artacaq. Görürsünüz, artır 10%, azaldır 10%. Bu düymə ilə də artırmaq olar, azaltmaq olar. Belə, dartanda sağa, yaxud sola. 100% qaytarmaq istəyirsinizsə, bu düyməni basmaq olar. 100% miqyası qaytarır. Buradan da miqyası dəyişmək olar. Bastınız, tam 200%. Okey. Qaytarmaq istəyirsiniz 100%-a, bastınız 100-ü. 75%, 50%, 25% eləmək olar. Və burada nə istəyirsiniz, buradan yığa bilərsiniz. Tam 400% eləmək istəyirsiniz. Yığdınız 400%, okey. Qaytarmaq istəyirsiniz 100%-a, ya buradan basırsınız, ya siz yenə də burada qayıdırsınız, buradan 100% basırsınız. Belə də eləmək olar. İndi keçək formatlaşma əməliyyatlarına. Bizdə bu başlıq belədir. Məişət və ofis avadanlıqları və mətnimiz
5 sütunda yerləşir. Bunu mərkəzə yerləşdirmək istəyirik. Necə eləmək olar? Qaraldırıq 5 xananı A, B, C, D, E və keçirik Qlavnaya, Home tabına. Buradan bu işarəni istifadə edirik. Объединить и поместить center. Yəni birləşdir və mərkəzdə yerləşdir. Yaxud da bu üç bucağı basırıq. Buradan bu əmri seçirik. Görürsünüz, mətn gəldi ortaya. Bunu yağlı eləyə bilərik mətni. Şriftini artıra bilərik. Deyək ki, eləyək 16 və rəngini dəyişə bilərik. Deyək ki, eləyək qırmızı. Bu əməliyyatları buradan da eləmək olar. Görürsünüz. Yağlı, qırmızı, şriftin ölçüsü. Gəl indi bu başlıqları da dəyişək. Tutalım ki, alış qiyməti, satış qiyməti sütununda qiyməti sözünü aşağı salaq. Bunu necə eləmək olar? Qaraldırıq bu iki hissəni və keçirik выравнивание, yəni hizalama əmrini seçirik. Keçirik bura. Bu bölmə açılır. Burada şaquli və üfüqi qiymətlərini göstəririk. Yazırıq mərkəzdən. Yəni bu əməliyyatları buradan da eləmək olar. Şaquli, üfüqi. İndi OK düyməsini basanda görəcəksiniz, bu iki düymə aktivləşəcək. Sonra buradan basırıq. Burada bir dənə quş qoyuruq. Bir nasit baslavam. Yəni sözbəsöz növbəti sətrə keçir. Və basırıq OK düyməsini. Fikir verir, bu iki əmr aktivləşdirdi. Amma burada sözlər növbəti sətrə keçmədi. Nəyə görə? Çünki bu sözlər, yəni bu ifadə həmin xanada yerləşir. Başa salır nə deməkdir yerləşir. Yəni bunu biraz da artırıq sola, fikir verirsiniz. Artıq yerləşməni görürsünüz, düşdü aşağı. Bunu biraz artırsaq, belə görürsünüz, düşdü növbəti sətrə. Yerləşməyən kimi bu əmrə görə, bax bu əmrə görə ikinci söz keçir növbəti sətrə. Eyni şeyi də burada eləyirik. Biraz da artırıq ki, yerləşməsin. Yerləşməyən kimi düşür aşağı. Görürsünüz, indi bunlar mərkəzdədir, bu iki ifadə. Amma bunlar mərkəzdə deyil. Görürsünüz. Bunları da eləmək üçün qaraldırıq. Deyək ki, belə, hamısını qaraldırıq. Buradan eləyək. Belə və belə. Görürsünüz. Belə daha qəşəng görsənir. Bu hissəni formatlaşdırdıq. İndi keçək bura. Burada görürsünüz qiymətləri. 1000 manat, 1200 manat, 1500, 1700. Bunların arasında bir balaca məsafə qoymaq olar. Və vergüldən sonra əgər qəpik quruş varsa, qəpikləri də göstərmək olar. Necə eləyirik? Qaraldırıq lazım olan yeri. Keçirik bu bölməyə, çislo. Ümumiyyətlə, bu pəncərəni format yekik, yəni xanaların formatı müxtəlif yerlərdən açmaq olar. Buradan da açmaq olar. Görürsünüz, həmin pəncərə açılır. Buradan da və buradan. Görürsünüz, 4 yerdən açmaq olar. Sadəcə olaraq alt bölmələr başqa olur. Amma ki, buradan da keçmək olar. Görürsünüz, istənilən bölməyə keçmək olar. Yəni, buradan tutalım ki, şriftdən bu üç bucağı bastınız. Amma sizə bu bölmə lazımdır. Keçirsiniz bura. Hal-hazırda bizə bu bölmə lazımdır. Keçirik bura. Görürsünüz, problem deyil. Yəni, vacibdir mütləq buradan keçəsiniz. Keçirsiniz çislovoy formatına, yəni rəqəm formatına. Və burada görürsünüz, yazıb çislo distinction znak, yəni vergüldən sonra olan işarələrin sayı. Yazıb 2 dənə və burada sizə göstərir 2 dənə. Və burada görürsünüz, rəqəm belədir. Burada bir dənə quş qoyuruq. Razdelитель grup razrядов. Yəni, minlikləri, yüzlükləri bir-birindən ayırsın. Görürsünüz, belə olacaq indi rəqəm. Eyni əməliyyatı buradan da eləmək olar. Buradan, buradan və buradan. Yəni, bu əməliyyat budur. Bu əməliyyat isə
Bunlardır ikisi. Biri artırır, biri azaldır. İndi gəlsin OK düyməsini basaq, rəqəmlərə fikir veririz. Görürsüz, mini ayırdı, yəni oxumaq daha rahatdır və vergüldən sonra 2 dənə rəqəm gəldi. Bu rəqəmləri azaltmaq istəyirsinizsə və bu düyməni basırsınız. Görürsüz, azaldı. İndi bura fikir veririz. Görürsüz, burada 1'dir. İndi bunu bir də azaltsaq, görürsüz, oldu 0. Yoxdur, vergüldən sonra ədəd. Yəni də bura baxsınız, görürsüz, 0'dır. Artırmaq istəyirsiniz, buradan artırırsınız. Görürsüz, artdı. Onluqları, yüzlükləri, minlikləri bir-birindən ayırmaq üçün bu əmrdir. Yəni buradan diləmək olar, bu pəncərədən diləmək olar. Necə sizə rahatdır. İndi gəliz bərabərlik əmrini nəzərdən keçirdək. Ümumiyyətlə, bütün funksiyaların qabağında Excel-lərdə külli miqdarda funksiyalar var və bu əmrlə o funksiyaları çağırırsınız. Gələn dərslərdə keçəcəyik. Hər funksiyanın qabağında bərabər işarəsi durur. İndi bizə nə lazımdır? F xanasında, yəni F4 xanasında F sütunu ilə 4-cü sətrin kəsişməsi yerində bizə lazımdır nəticə alaq. Yəni 1200-dən 1000-i çıxırıq, yəni gəlir əldə edirik və 3'ə vururuq. Yəni satış qiyməti televizora 1200'dür, alış qiyməti 1000'dir. 1200'dən çıxırıq 1000'i, bu eləyir 200 manat və vururuq 3'ə, eləyir 600 manat. Yəni gəlir 600 manatdır. Bunu necə eləyirik? Keçirik F4 xanasına, klaviaturadan bərabərlik işarəsini basırıq. Sonra satış qiymətinin üstündən bir dəfə basırıq və görürsünüz D4. Yəni D sütunundan 4-cü sətrin kəsişməsidir. Klaviaturadan mənfi işarəsini basırıq, çıx və basırıq C 4'ün üstünə, yəni 1000'in üstünə. Və vururuq 3'ə, yəni Y 4'ə. Vurulsun 3'ə və enter düyməsini basırıq. İndi burada nəticə düz deyil. Nəyə görə? Çünki riyaziyyatda əgər çıxma işarəsi varsa və vurma işarə varsa və birinci çıxma işarəsini yerinə yetirmək istəyirsə, onda mötərizələr lazımdır. Və burada görürsünüz, keçirik artıq düstur formasına, bu sətrə, buradan qoyuruq birinci mötərizəni, buradan qoyuruq ikinci mötərizəni və enter düyməsini basırıq. Nəticə oldu 600. Yəni 1200'dən çıxdıq 1200, vurduq 3'ə 600. Eyni üsulla bu xanadalar, bu xanadan bu xananın çıxıb bu xanaya vurmaq olar nəticəni və aşağıdakı olan xanalarda həmin əməliyyatı yerinə yetirmək olur. Amma bu rahat deyil. Düzdür, bizdə burada indi cəmi 5 dənə sətr var. Çox az vaxt aparacaq əməliyyat. Amma tutalım ki, sizdə burada 100 yaxud 200 sətr var. Bir-bir bu əməliyyatı yerinə yetirmək rahat deyil. Ona görə nə edirsiniz? Birinci əməliyyatı yerinə yetirən kimi qoyursunuz kursoru F4 xanasına və burada aşağıda görürsünüz balaca bir, sağ tərəfdə aşağıda balaca bir nöqtə var, yaxud balaca bir dördbucaq var. Kursoru yaxınlaşdırırsınız həmin nöqtəyə və fikir verirsiniz kursorun işarəsinə. Ağ rəngdə xaç işarəsidir. Həmin nöqtəyə yaxınlaşdıran kimi kursor olur qara rəngdə xaç işarəsi. Bax belə. Belə yox, bax belə. Sol düyməni basırsınız və mışqanın sol düyməsini buraxmadan dartırsınız aşağı 9-cu sətrə qədər. Və görürsünüz nəticə xanlarda avtomatik yazılır. 1700'dən çıxırıq 1500, bu eləyir 200. 200 vururuq 4'ə eləyir 800. Əgər burada manat sözünü yazmaq istəyirsinizsə, tutalım ki də bu xanalarda. Yenə də keçirik bura. Keçirik artıq çislovoy rəqəm yox, denijli, yəni pullu formata və buradan avtomatik rubl görsənir. Və buradan manatı seçə bilərsiniz. Aşağıda burada manat işarəsi var. Gəlib bir də axtaraq.
LM. Ban manat görürsünüz. Azərbaycan manatı. Seçdiniz. OK düyməsini basırsınız. Bax belə yazacaq manat. Və böyünə axırıncı əməliyyat. Bu üstünün cəmini tapmaq istəyirik və cəmini bura yazmaq istəyirik. Burada yazırıq, tutalım ki, cəmi yenə də buranı birləşdiririk bu əmrlə. Buradan da eləmək olar. İstəyirsiniz bura keçib, buradan da göstərim. Объединение ki, yəni xanaların birləşməsi. Yəni bu iki əmr eynidir. Quşu qoyduq, birləşdirdik. İstəyirsiniz bunu yağlı eləyək. Şriftini 14 eləyək. Və burada bunların cəmi lazımdır. 600, 800, 1400, 1800, 200 olur, 2000, 2750 və 3000. Burada 3000 yazılmalıdır. Kursor yerləşdiririk bura. F11 xanasına və buradan bu işarəni basırıq. Sigma işarəsini. Yəni cəm işarəsi. Bastıq. Sistem sizə göstərir ki, F4, F10 xanalarında olan rəqəmləri toplayacaq və burada qırıq xəttlərlə də sizə göstərir. Ümumiyyətlə bizə hal-hazırda F10 lazımdır, çünki orada boşdur. Amma ziyanı yoxdur. Bundan sonra klaviaturdan Enter düyməsini basırıq. Və nəticə 2900 burada yerləşir. Mən 3000 saydım, burada 2900 göstərdim. 600, 800, 1400, 1800. Hə, 1800, 2000, hə, 2900, hə, düzdür. Mən burada 750'nin üstüne 150 gələndə 1000 götürdüm, hə, düzdür. İndi burada da ayırmaq istəyirsinizsə, belə ayıraq. Basırsınız bu düyməni, görürsünüz ayırdı və buradan azaldırırsınız. Lazım olsun manat yazmağı, keçir sonra və buradan manatı seçirsiniz. Buradan manatı seçirsiniz. İstəsəz belə demək olar. Və belə. Bunu istəyirsiniz yağlı eləyək və qırmızı eləyək. Və belə. Bunu azaltmaq da olar. Və burada yazmaq olar, deyək ki, gəlir. Əgər belə işarə görürsə, bu deməkdir ki, rəqəm yaxud söz həmin xanaya yerləşmir. Bir balaca artırırsınız. Və deyək ki, belə. Gördünüz, yerləşdi. Yerləşən kimi rəqəm görsənir. Bütün dəyişləri yaddaşda saxlayırıq bu işarə ilə. Yaxud Ctrl-S kombinasiyası ilə. Bugünə bu qədər. Təşəkkürlər.